Riyaziyyatdan olimpiyada çalışmalarından belə bir möhtəşəm sual var. Mən istəyirəm onun həllini sizə göstərim. Baxırıq, deməli buradan x kub plus 1'i birbaşa ayrıdan qaydasından a kub plus b kub kimi ayırıram. Biraz böyük sual edəcək. Buradan başlayıram, yavaş-yavaş adım gedirəm. 5 vurulsun kök altda x üstəgəl 1, kök altda x kvadrat çarpı x üstə 1 bərabərdir. 2 vurulsun x kvadrat üstə 2 buna dəyərlər saxladıram olduğu kimi. İndi buradan A-B vəzəməsi aparıram. Buna A, buna B dedim. Yazıram qıraqda. A bərabərdir. Deməli, x üstə 1, B bərabərdir. Kök altmasına deyirəm, A özünə demirəm. Çünki orada birazdan proseslər edər. B bərabərdir, x kvadrat, x üstə 1. Bunu yazandan sonra gətirib qoyuram belə. 5 vurulsun kök altda A, B bərabərdir. İndi bu x kvadrat plus 2-ni bunların cəmi şəklində yaza bilərəm. Yəni, tərəf tərəfini toplasam, A plus B bərabər olur. Deməli, x-dən mənfi x gedər, qalar x kvadrat üstə 2. Elə sualın ən əsas təməli bunu görməkdən başlayır. Bunu görəndən sonra yazıram. 2 vurulsun A üstə gəl B. Bunu yazandan sonra hər tərəf kök altda A-B bölürəm. Burada qalacaq nə? 5 bərabərdir. 2 vurulsun A üstə B bölünsün kök altda A-B. Bunu belə yazandan sonra buradan yazıram A üstə B bərabərdir kök altda AB bərabərdir. Deməli 2 ilə 5 olmalı, 2'lər getsin 5 qalsın, 2 ilə 5. İndi bunu ayırıram. A bölünsün kök altda AB üstə gəlir B bölünsün kök altda AB şəklində. Buraya 2 ilə 5 yenə yazdım. İndi baxın, kök altda B aşağıda qalır, A-nı kök altda A-ya böləndə kök altda A qalır. Bunu yazıram. Kök altda A bölünsün B üstə gəlinsin kök altda, burada da eyni qayda B-ni kök altda B-yə bölsən qalacaq kök altda B bölünsün, A da aşağıda qalmışdı. Bərabərdir 2 ilə 5. İndi bunu yazandan sonra biraz da sualımız qəşəng olsun deyə T vəzəməsi tapıram, T-yə də deyirəm kök altda A bölünsün B. Bunu belə deyəndən sonra bura oldu T üstə gəlsin, bura onun tərsi deyə 1 bölünsün T bərabərdir 2 ilə 5. Bunu gətirəm, bunu yuxarıdan yazdım səliqəli. Deməli, T üstə gəlir 1 bölünsün T bərabərdir 2 ilə 5. Belə yazandan sonra hər tərəfi vururam T-yə, T kvadrat üstə gəlsin T bərabərdir 2 ilə 5 T alıram. 2 ilə 5 T-ni attım bu tərəfə, T kvadrat çarpı 2 ilə 5 T üstə 1, burada 1'dir, üstə 1 bərabərdir 0 alıram. Diskriminant tapıram, diskriminant bərabərdir B kvadratı, mənfi 2 ilə 5'in kvadratı edir 4'də 25. Çıxılsın 4, AC 4 vur 1 vur 1, çıx 4. İndi buradan 4'ü gətirəm surətə, 25 çıxılsın 4 vur 4, 16, qaldı 9. Buradan kök altda D bərabər olur 2 ilə 3'ə. 9'dan 4'dən çıxdı, oldu qəşəng. İndi buradan da T-nə əgər tapsam, T1, 2 bərabərdir. Mənfi B, deməli nədir burada? Mənfi B ilə mənfi 2,5 edir 2 ilə 5. Üstə gəl, çıx 2 ilə 3, bölünsün 2. İndi buradan da birbaşa T1 bərabərdir 2 ilə 5 üstə 2 ilə 3 edir 2 ilə 8 edir 4, 4 bölünsün 2, 2. T2 ilə bərabər olur 2 ilə 5 çıx 2 ilə 3 edir 2 ilə 2, yəni 1, 1 bölünsün 2. Bunu yazandan sonra kök altda A bölü B bərabərdir 2. Buradan kvadratı yüksəldirəm. A bölünsün B bərabərdir 4 alıram. A bərabərdir 4, B bərabərliyini alıram. Bu bir. İkincisi də kök altda A bölünsün B-yə 2 ilə 1 deyirəm. Kvadratı yüksəldirəm. A bölünsün B bərabərdir 4'də 1. B bərabərdir 4 bərabərliyini alıram. İndi bunların hər ikisini gətirirəm ən əvvəldə verdiyimiz əvəzəmədə yerinə qoyuram. A bərabərdir 4B əvəzəməsində birinci baxırıq. Ayımız nə idi? X plus 1. X plus 1 bərabərdir 4 vurulsun. B-ni gətirib qoyuram yerinə. X kvadrat X üstə 1. Buradan qurbaçıdan X plus 1 bərabərdir 4X kvadrat çıx 4X üstə 4. İndi buradan X atıram o tərəfə 4X kvadrat çıx 5X. Buradan hər tərəfdən 1 çıxan üstə 3 bərabərdir 0. Bunun üçün yeni diskriminant tapıram. İndi birlikdə də tapdıq diskriminant. Mənfi 5 oldu 25. Çıx 4 vur 3 vur 4. 4 vur 4 16 vur 3 48. 25'dən 48 çıx sağa gəl. Verəcəksə, deməli 25'dən 48 çıxsa mənfi 23 edir. Mənfi 23 hər bir halda diskriminant sıfırdan kiçikdir. Ona demək bu hal üçün kökümüz yoxdur. Burada yazaq ki, X-in hər bir kökü yoxdur. Yəni kompleks alınacaq, kompleksimiz lazım deyil. İndi ikinci alışın baxırıq. B bərabərdir 4A üçün. B-ni birbaşa yazıram. X kvadrat çarpı X üstə 1 bərabərdir 4 vurulsun X üstə 1.
Açıram x kvadrat çıx x üstə 1 bərabərdir 4x üstə 4. Attım o tərəfə x kvadrat çıx 5x çıx 3 bərabərdir 0. Aha. Buradan da yenə də diskriminant tapıram. -5'in kvadratı 25 çıxılsın 4 vurulsun -3. Eləyir 4 dəfə 3 12 -müsbət 25 12 37. Buradan da x1 2 -b. Burada mənfi nədir? B. -5 edir 5. Üstə gəl çıx kök altda 37 bölünsün 2. x1 bərabərdir 5 üstə kök altda 37 bölü 2. x2 bərabərdir 5 çıxılsın kök altda 37 bölü 2. 2 kökümüz var. Sualımız bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Kimdə sual varsa əgər soruşa bilər. Allah.